Deyir bir arvad zəng eləyir elan şöbəsinə. Deyir ki, mən elan vermək istəyirəm. Deyirlər, buyur, nə elanı verəcəksən? Deyir, mənim kocam itib, onu axtarıram, onun elanını verəcəm. Deyir, onda buyur, kocuğun əlamətlərini say, görək onun hansı əlamətləri var. Deyir, kocamın saçına dən düşmüşdü. Yeriyəndə arkasın burcuda gedir. Göbəyi də sallaq idi. Bir gözü də, biraz qoyacağım, fikirləşim, təsvir eləyəcəm. Deməli, telefonun o başındakı biri iz qalmır. Deyir, o biri gözü də qıyıq idi. Qarşıdakına deyirdi, otur aşağı qərət eləmə. O da qardaşı deyir, bu nə təsvirdir verirsən? Deyir, bəs sən bu qədər sayladığın əlamətlərin üstündən mən sənə nə deməliyəm? Deyir, neçə vaxtı qocan itir? Deyir, 3 gündə itir. Deyir, bəs ona tapana nə mükafat verəcəksən? Deyir ki, əgər kocamın yerini kim tapıb mənə bildirsə, ona 500 lira mükafat verəcək. Yox, kim tapıb, kocamı tapıb evimə gətirsə, ona 1000 lira verəcək. Deyir, yox hanım, siz çox az mükafatlandırırsınız. Deyir, nə, sənə nə qalıb, az verirəm, çox verirəm. Hələ o qədər zil-zibil törədən adama mən o qədər mükafat ayırıram. Böyük şeydir. Elan verəni yenə dili düz qalmır, soruşur ki, o qədər zil-zibili var, sən o kişinin niyə axtarırsan? Deyir, onun yaxşı əməkli maaşı var idi. Ona görə mən onu axtarıram. Deyir, bəs birdən ölmüşsə, deyir, ölmüş xəbərin alsam, onun əmək haqqını öz adıma yazdıracaq. İndi qardaşlar, vay o kəslərin halına ki, məni kimi 400 manat pensiya alar, əməkli maaşı da olmuyor. Bu kişilər xoşbəxtdir, itib eləsələr də, heç arvad axtaran deyil. Ona görə narahat olmuyor. Diqqətinizə görə sağ olun.